Deyirəm, burax getsin də. Deyir, yox, mən qorxuram. Deyirəm, nədən? Deyir, qaçar, yıxılar, nə bilim, nə olar. Ay, sağ ol. Deyirəm, o ssenarini necə yazdın da sən? Qaçar, Yığılıb yıxılar, gətir. durar. Bəli. Mənim öz qohumumuzdan elə gətirim, böyük bibim Pasternak həmişə fikirləşirdi ki, uşaqlarına nəsə ola bilər, uşağı ölə bilər. Həmişə bir şey olan kimi deyirdi, ayda, nəsə olacaq, ölə biləcək, öləcək, xəstəlik gələr, nəsə kimdənsə, ay, onkologiya pis şeydir, İnanın ki, o qədər bu beyninə saldı ki bunu, cavan oğlu onkologiyada gəldi, öldü də, itirdi oğlunu. Yəni, sonradan da, indi də bu günə kimi, özü də pis gündə, yəni bu günə kimi deyir ki, gör, mən neynədim? Yəni, həmişə fikirləşirdim ki, həmişə qorxurdum ki, uşağa nəsə ola bilər. Fikirləşməyin bunları. Kim nə qədər negativ fikirləşirsə, bəli, başa düşdü ki, özü gətirib onu. Hə də negativi gətirib də. Yəni, insan nə qədər negativi gətirirsə həyatına, hər bir insan elədiyi, kim nəsə barədə çox fikirləşir, pislik barədə də, yəni ki, ayda qorxursa, qorxan gözə çöp düşər deyilmişkən, həqiqətən də olur.